Özünüzü təqdim edin. Bəbişova Məftune Həsən ağa qızı. Bura ne için gelmişsiniz xanım? Bir dəfə qarışını deyir. Aha, buyurun. Ne için gelmişsiniz? Bunun üçün gəlmişəm ki, mən işdən azad olmuşam, məzuniyyət vaxtı. Ona görə də haqsızlığıma tələb etmək üçün buralara qədər gəlmişəm. Ha, harada işləyirdiniz? Möhkəm danışın. Mən hal-hazırda işləyirdim. 20 il məktəbdə müəllimə kimi çalışmışam. Beyləqan rayonu Aşağı Çəməli kəndində ərazi nümayəndəsi kimi çalışırdım və məzuniyyətli olduğum halda, əlimdə məzuniyyət bileti olduğu halda bir gündə 2 əmrdən, həm əmr verilib ki 9 gün işdə olsun, məzuniyyətdə 9 gündə bilmədən azad olmuşam işdə. Bu məsələlə bağlı hara müraciət eləmişsiniz? Qanunsuz işdən çıxarılması ilə bağlı. Bu məsələ ilə bağlı mən aparatın özətçilərinə də gedib bildirmişəm. Yəni insan çətinə düşəndə insanı qınamaq asan da olur. Deyirlər ki, niyə çəkiliş edirsən, niyə bunu edirsən, sənə yaraşmaz, amma yox. İnsanın başına çətinliklər gəldikcə insan saman çöpündən də yapışar, özünə bir çıxış yolu axtarır. Çünki mənim də evladlarım var, mənim də nəvələrim var, mənim də borçlarım var, kreditlərim var. Yəni mən o kənddə 8 ayda, 7 ayda qoyduğum əməyi gəlsin, araşdırılsın. Çox xahiş edirəm, cənab prezidentim, vitse-prezidentim, ombudsman. Mən buradan səslənirəm Şahin İsmailov, bizim bölgənin deputatı. Mən ona dəfələrlə zəng edirəm, zəngimi də açmır. Bəs mən kimə deməliyəm? Məcburam ki, bura durub gəlməliyəm. Sonra da oluram pis insan. Niyə pis insan olam? Özümə çıxış yolu axtarıram. Çətinliyə mübarizədir. Aparmaq istəyirəm. Mən haqqımı tələb edirəm. 7 ayda maddi və mənəvi hansı işləri görmüşəm. Çox xahiş edirəm. Gəlsinlər Beyləqan rayonunun Çəməlli kəndinə araşdırılma getsin. Şəhid ailələrinin qapısına gedilsin, soruşulsun. Heç nə soruşulmasın. Mənim Facebook şəbəkəsi üzərindən bütün insanlar baxır. Gözəl-gözəl rəylər yazır, bütün ziyalılarımız. Çox xahiş edirəm, bura qədər gəlmişəm, araşdırılsın. Əgər mənə təzyiq olub, dirəniblər ki, sən yaz bu işdən çıx, biz səni işdən təmin edəcəyik. Amma mənim bugün nə işim var, nə təminim var, mən ortalıqda qalmışam. Olmuşam heç zat, evladımın da yanında işləyəm, qaynatamın da yanında işləyəm. Bugün hər şeyi maddiyyat tələb edir. Pulum yoxdursa demək mən də yoxam. Əziyyətim yoxsa demək mən də yoxam. Ona görə çox xahiş edirəm. Mənim aylıq dediyim kimi kreditim var, kredit ödəyirəm. Çətinliklərə mübariz olmuş bir xanımam, işləmiş xanımam. Mənim haqq və hüquqlarımı təmin etsinlər. Mən dünən bununla bağlı prezident administrasiyasında olmuşam, qəbullara yazılmışam, kuratorumuz Qiyas müəllimin qəbuluna yazılmışam, Zeynal Nağdariyevin qəbuluna yazılmışam. Çox xahiş edirəm, yuxarıda oturan qurumlardan. Mənim işimdə mənə dəstək olsunlar, mənə kömək olsunlar. Biz hansı Azərbaycan xalqıyıq ki, mən heç kimi qınamıram. Ya arabadan, ya zilzilədən, o deyir, tanımıram o insanı. Arzum 99, bir bloger idi, o çətinliyə düşmüşdü. Bizim bu xalqımız bir yumruq olu onu necə çıxartdılar, necə onu dar gündən qutardılar. Mən də istəyirəm, mənə də xalqım dəstək olsun, mənə kömək olsun, mənim gördüyüm işləri ictimaiyyətdə hər yanda, bütün platformalarda paylaşıram. Yaxşı rəylər gəlir, mən pis bir əməl törətməmişəm, vətən xaini deyiləm. Vətənimi, bayrağımı, torpağımı hər zaman sevmişəm, sevəcəm də. Məni heçat, neysə bir vəzifə dəyişmir. Mən yenə də həmən insanam. Qarşıdan şəhidlərimin ildönümləri gəlir, hazırlaşıram. Demək, kapitan Həmid Həmidlinin 28-i anım günüdür, 30 yaşı tamam olur. Yubiley münasibətilə o məclisdə iştirak edəcəm. 28 günü, ayın ikisi günü, ikisi 8-ci ay. Kəndimin şəhidi olan 27 sentyabrda Mevlud Qurbanzadənin 30 yaşı tamam olur. Mən yenə də bayraqlı güllü çiçəkli o tədbirlərin hamısını iştirak edəcəm. Yəni məni vəzifədən çıxmışam deyə məni nəysə dəyişəməz. Mən vətənimi yenə deyirəm. Şəhidimi, torpağımı, prezidentimi, vitse-prezidentimi sevən bir insanım. Çox xahiş edirəm, mənim haqq və hüquqlarımı tələb edəsiniz, bərpa edəsiniz.